Deməli, əziz tələbələrimiz, mövzumuz çevrə, dairə, çevrə daxilinə və xaricinə çəkilən üçbucaqlar. Çevrə daxilinə və xaricinə çəkilən üçbucaqlar. Tərifləri deyirəm, qeydiyyatın bu sürətdə aydındır ki, yazmağa çatdırmayacaqsınız, amma sonradan videoya baxıb, dayandırıb, izləmək olar ki, söhbət nədən gedir. Çalışacağım ki, bütün qaydaları deyim, bütün isbatları verək və aydındır ki, bunların hamısını siz kitabdan oxuya bilməzsiniz. Ona görə də istifadə edin videodan və s. və ilə. Müstəvidə hər hansı nöqtədən eyni məsafədə yerləşən nöqtələr çoxluğu çevrə adlanır. Həmin nöqtə çevrənin mərkəzidir ya da mərkəzi adlanır. Həmin nöqtə çevrənin mərkəzi adlanır. Aha, bu xəttin özü isə çevrədir. Çevrə xəttir. Çevrə ilə əhatələnən müstəvi hissəsi dairədir. Dairə və çevrə fərqli anlayışlardır. Çevrə yalnız bu xəttir. Dairə isə o xətt ilə əhatələnən müstəvi hissəsidir. Yəni, çevrə deyək ki, sənin bağının hasarı, çəpəri, barısıdır. Kim hansı dialektdə danışırsa. Dairə isə o bağın içidir. Ardınca, bizdə çevrənin bir uzunluğu vardır. Və bu uzunluğu indi biz təyin etməyə çalışacağıq. Bunun üçün birinci addımımız çevrənin mərkəzini onun hər hansı nöqtəsi ilə birləşdirən düz xət parçasına radius deyilir. Çevrənin mərkəzini onun hər hansı nöqtəsi ilə birləşdirən düz xət parçası radius adlanır. Çevrənin hər hansı iki nöqtəsini birləşdirən düz xət parçası vətər adlanır. Əgər bu vətər çevrənin mərkəzindən keçirsə, ona diametr deyilir. Çevrənin mərkəzindən keçən vətərə diametr deyilir. Və diametr 2 dənə radiusa bərabərdir. Dedik, çevrə xəttir və bu xəttin uzunluğu vardır. Uzunluğu təyin eləmək üçün belə bir eksperiment aparmaq olar. Biz eksperimenti xəyali aparaq, canlı aparmaq üçün. Belə deyək ki, maddi vəsaitimiz yoxdur. Deyək ki, 3 dənə pizzamız var. Gedib pizza sifariş eləmişik. Papa John'sdan. Eyni ölçülüdür. Aha, Papa John'sdan özüm əlavə bəli reklam üçün pul alıram. Tak. Deyək ki, bizdə, yəqin bilirsiniz də, pizzanın qırağında nə olur? Xəmir olur. Aha, biz həmin o xəmir hissəsini qırıb çıxartsaq hissələrlə. Bu nədir? Çevrənin uzunluğudur. Qırıb çıxartdıq çevrənin uzunluğudur. Həmin o qırıqları diametr boyunca düzə-düzə geçsək, nə görəcəyik? Görəcəyik ki, həmin qırıqlar birinci çevrənin diametrini götürdü, ikincini də götürdü, üçüncünü də götürdü, hələ biraz da neynədir? Artıq qaldı. Yəni, çevrənin uzunluğu diametrin 3 qatından daha böyüdür. 3 qatından böyüdür. Və bunu dəfələrlə en qədər pizza götürün, eyni ölçülü. Yoxlayın, görəcəksiniz, hər dəfə elə olur. Biraz qırağa çıxır. Biz çevrənin uzunluğunu C hərfi ilə işarə edək. Çevrənin uzunluğu C hərfi ilə işarə edək. Və deyə bilərik ki, çevrənin uzunluğu diametrdən pi dəfə böyüdür. Pi burada irrasional bir ədəddir. Təqribi qiyməti 3,14. Təqribi qiyməti 3,14-dür. Diametrlə çevrənin uzunluğu arasında müəyyən bir əlaqə var. P-nin bütün qiymətlərini təyin edən üsulu bizdə Newton verib. İnşallah gələcəkdə biz P-nin bütün qiymətlərini tapmağı, üsulunu öyrənəcəyik. Aha, diametrdə nəyə bərabər idi? 2-yə, onda olur nə? 2 pi.
Növbəti atdım. Çevrənin hər hansı iki nöqtəsi arasında qalan hissəsi, çevrənin hər hansı iki nöqtəsi arasında qalan hissəsi, nəyin hissəsi? Çevrənin hissəsi. Çevrənin hissəsi qövs adlanır. Məsələn, bizim bir çevrəmiz var. Buradan bura nədir? Qövsdür. Qövsü adlandırarkən belə bir işarə qoyuruq. Yazırıq AB qövsü. Amma bunu yazanda tələbə deyir ki, bir şey çatmır. Nə çatmır? Dedi ki, qövs çevrə hissəsidir. AB qövsü deyirsənsə, burada problem var. Nə problem var? Haranı deyirsən? Buranı mı deyirsən? Yoxsa buranı mı deyirsən? Bu da çevrə hissəsidir də. Bu da çevrə hissəsidir. Qarışıqlıq yaranmaması üçün bura bir dənə də hərf artırırlar. Məsələn, deyirlər nə? ANB qövsü. Digərinə başqa hərf artırırsan, deyirsən nə? ANB qövsü. Bu qövs işarəsidir, birləşmə işarəsinə oxşayan. Qövsü belə də yazmaq olar. Bu şəkildə də yazmaq olar. Aha. Mən uşaqlar bir dənə formada yazacağam, hələ ki belə. İndi bu qövslərdən fikir verirsə, biri kiçik qövsdür, biri böyük qövsdür. Kiçik qövs minor qövs adlanır. Böyük qövs major qövs adlanır. Kiçik, minnoş. Həmin söz oradan götürülür. Nədir? Minordur. O birdən mayordur da, yəni rütbə böyük. Aha. İndi ümid edirəm ki, qövsləri bir-birindən ayıra biləcəksiniz. Minor qövs nədir? Major qövs nədir? Və deyək ki, biz A və B nöqtəsini birləşdirsək, nə aldıq? Vətər. Və deyə bilərik ki, bu vətər AB qövsünə söykənir. Və ya deyirlər AB qövsünü gərir. Gərmək nə deməkdir? Sizin bir taxtanız var, yenə də xəyalən təsəvvür edir. Bu taxtanın qıraqlardan tutub nə inirsən? Gərəndə taxta hansı formanı alır? Qövs formasını alır. Yəni deyirik ki, AB qövsü, AB vətəri ANB qövsünü gərir və ya ANB qövsünə söykənir. Ardından iki radius arasında qalan bucağa mərkəzi bucaq deyilir. Mərkəzi bucaq. Və tələbə nəyi dərk eləməlidir? Bu qövs, deyək ANB qövsü çevrənin hissəsidir. Yadınızdadırsa, biz vaxtı ikən demişdik ki, tam bucaq bir çevrə idi və 360 dərəcə idi. Onda qövsün çevrənin hissəsidirsə, o da 360-ın hansısa bir hissəsidir. Bunun bir dərəcə ölçüsü var. Mərkəzi bucağın da bir dərəcə ölçüsü var. Və bu ölçülər bir-birinə bərabərdir. Mərkəzi bucağın ölçüsü ilə söykəndiyi və ya gərdiyi qövsün ölçüləri bərabərdir. Bura 50 dərəcədirsə, burada 50 dərəcədir. Hər bir qövsün uzunluğu vardır. Görürsünüzsə bu qövsün neyi var? Uzunluğu. Qövsün uzunluğunu təyin eləmək üçün qövs çevrənin hissəsidir. Çevrənin uzunluğunun o qövsün bucağına uyğun hissəsini tapırıq. Ədədin hissəsini tapmaq üçün ədədi hissə göstərən ədədə vururlar. Ədədimiz 2 piyerdir. 2 piyer nədir? Çevrənin uzunluğudur. Bunu vururuq 360'da alfaya. 360 hardan çıxır? Bu tam çevrədir. Alfa isə verilən qövsə uyğun mərkəzi bucaq. 2 piyer vurulsun, alfa böl 360. Aha. Burada
burada. Biz hansı problemləri yenə də görürük? Kitabda sizdə forma belə yazılıb. Pierre vurulsun alfa böl 180. Aydındır ki, necə eləyiblər? Amma mən bu düsturu bu formada əzbərləməyin tərəfdarı deyiləm. Niyə? Görən? Anlamaq üçün bu daha yaxşıdır. Bu sual düzdür, ikisi eynidir. Bu anlamaq üçün yaxşıdır. Yəni sən başa düşürsən ki, qövs deyəndə çevrənin hissəsini tapırsan. Qövs deyəndə çevrənin hissəsini tapırsan. Aha. İndi növbəti maraqlı faktımız. Əgər vətərlər eyni uzunluğa malikdirsə, onda onların söykəndiyi qövslərdə bütün göstəricilərinə görə bərabərdir. Həm bucaq kimi bərabərdir, həm də uzunluqları nədir? Bərabərdir. Həm uzunluqları bərabərdir, həm bucaq ölçüləri bərabər. Bunun isbatını göstərin. Deyirsiniz, niyə vətərlər bərabərdirsə, qövslər də nədir? Bərabər. Ya da tərsinə, qövslərin bərabərliyini görsən, deyə bilərsən ki, bu hər iki tərəfə doğru. Qövslər bərabərdirsə, vətərlər bərabər. Burada çevrənin bir nəyi vardır? Mərkəzi. Buradan bura bir xət, buradan bura bir xət. Bura oldu R, burada bir X deyək. Buradan bura bir xət, buradan bura bir xət. Bura oldu R, bura oldu R. Burada şərtə görə bərabər idi. Burada X. Bu üç bucaqla, bu üç bucaq tərəf əlamətinə görə bir üç bucağın üç tərəfi uyğun olaraq digər üç bucağın üç tərəfinə bərabərdirsə, bu üç bucaqlar kongruentdir. Və kongruentdirsə, buradakı bucaq alfadırsa, buradakı bucaq da nədir? Bu alfa dediyimiz mərkəzi bucaqlardır. Mərkəzi bucaqlar eynidirsə, söykəndiyi qövslər də eynidir. Söykəndiyi qövslər də eynidir. Bunu yadımızda saxlayırıq. Aha, nümunəmizi göstərək. Deyirsiniz ki, Süleyman müəllim, bax, faktiki misal nə düşəcək mənə ki? Mən neynəməli olacam? Məsələn, deyək ki, bura iki xət çəkilir. Burada yazılıb ki, baba bu qövs AMB qövsü 2 alfa üstəgəl 30 dərəcədir. CNB qövsü 3 alfa çıx 40 dərəcədir. 40 yox. 3 alfa çıx 10 dərəcədir. Və deyirlər ki, alfanı tap. Və belə bir şəkil var. Biz görürük ki, AB ilə BC bir-birinə nədir? Bərabərdir. Deməli, qövslər də nədir? Bərabərdir. Bunu buna neynədik? 3 alfa çıx 10. 2 alfa üstə gəl. 2 alfanı bu tərəfə atdıq, bunu da bu tərəfə atdıq. 3 alfadan 2 alfa çıxdıq. 40. Və salam. Eləmi? Deməli, qövslər bərabərdirsə, vətərlər bərabərdir. Vətərlər bərabərdirsə, qövslər bərabərdir. Bunu çox yerdə istifadə edəcəyik, amma vaxtdan azlığından mən nümunənin sayını o qədər çox vermirəm. İndi, deməli, təpə nöqtəsi çevrə üzərində olub, tərəfləri vətər saxlayan bucağa daxilə çəkilmiş bucaq deyirik. Daxilə çəkilmiş bucaq. Bir daha təkrarlayıram. Daxilə çəkilmiş bucağın təpə nöqtəsi çevrə üzərindədir. Və tərəfləri öz üzərində neyi saxlayır? Vətəri. Bu xət nədir bizdə? Vətərdir. Bu xət nədir bizdə? Vətərdir. Məsələn,
Bu bucaq daxilə çəkilmiş hesab olunmur. Baxmayaraq ki, təpə nöqtəsi hardadır? Çevrə üzərindədir. Bir tərəfi vətər üzərindədir. Amma bu tərəf vətər üzərində deyil. Deməli, bu daxilə çəkilmiş də deyil. Bu daxilə çəkilmiş bucaqdır və müəyyən bir nəyə söykənir? Qövsə söykənir. Daxilə çəkilmiş bucaq müəyyən bir qövsə söykənir. İndi bizi maraqlandırır ki, bu qövslə bu bucağın hansısa bir əlaqəsi var ya yox. İndi o əlaqəni təyin edəcəyik. Birinci əlaqənin özünü deyim və ardınca da həmin əlaqəni isbat edeyim. Deyilir ki, daxilə çəkilmiş bucaq ölçüsü söykəndiyi qövsün bucaq ölçüsünün yarısına bərabərdir. Söykəndiyi qövsün bucaq ölçüsünün yarısına bərabər. Yəni, məsələn, bura 100 dərəcəlik qövsdürsə, bura olacaq 50 dərəcəlik. Amma bunu indi biz əsaslandıraq ki, hardan çıxırıq? Niyə belə düşünürük? Və bu əsaslanmanı bilmək lazımdır. Deyək ki, çevrəmiz var. Bu daxilə çəkilmiş bir ABC bucağıdır. ABC bucağı daxilə çəkilmiş bucaqdır. Tələbə razılaşar ki, bu ABC bucağının, daha doğrusu, bu çevrənin müəyyən bir mərkəzi var. Hardasa bir mərkəzi var. Deyək ki, bu mərkəz buradadır. Deyək ki, mərkəz buradadır. Onda O nöqtəsi ilə biz haranı birləşdirdik? A-nı. O-la nəyi birləşdirdik? B-ni. O-la birləşdirdik C-ni. Nəticədə nə aldıq? Buraya, buraya, buraya. Həll olsun. Buradakı bucağa biz nə deyək? X. Ondakı buradakı da bucağa X deyəcəm. Niyə? BOA3 bucağı. BOA3 bucağı. Bu üç bucaq necə üç bucaqdır? Bərabər yanlıdır. Bərabər olmayan tərəfə oturacaq deyirik. Oturacağa bitişik bucaqlar bir-birinə nədir? İndi bax, eyni şeyə bura baxırıq. BOC bir üç bucaqdır. BOC üç bucağında da BC oturacaqdır. Ona bitişik bucaqlar. Biz nə əldə etdik? Nə əldə etdiyimizi görək. Biz birinci gördük ki, əgər belə bir çevrədə fiqur verilirsə, biraz sələməni bu yana çəkim. Belə bir təqribi fiqur verilirsə, buradakı bucaqla buradakı bucağın cəmi, bu ikisinin cəmi. Buranı verməlidir. Tutaq ki, bura 20 dərəcədir. Bura 10 dərəcədirsə, avtomatik bura neçə dərəcə olacaq? 30. Fikir verin, bura X oldu, bura Y oldu. Bura isə artıq X-dan Y oldu. İndi bu xətti xəyalən uzadaq. Nə əldə etdim? Buradakı bucaq BOA3 bucağının xarici bucağıdır. Xarici bucaq özünə qonşu olmayan iki daxili bucağın cəmidir. Yəni bura 2x-dir. Yenə də fikirlərimiz burada. Buradakı bucaq isə yenə də özünə qonşu olmayan iki daxili bucağın cəmidir. Bura oldu 2y. Bu nəzir bucağı idi AOC. Məncə mərkəzi bucağı idi. Bu nədir? Mərkəzi bucaqdır. Və mən nə gördüm? Gördüm ki, B bucağı və AOC mərkəzi bucağı ikisi də AMC qövsünə neynir? Söykənir. Və gördüm ki, indi gördüyümü deyək, bu ABC bucağı, yəni daxilə çəkilmiş bucaq, mərkəzi bucağın yarısıdır. Mərkəzi bucaq bizdə nə idi? Hardan gördüm yarısıdır? Bura 2x üstə gəlir 2y-dir. Bura bayaqları da dedik ki, mərkəzi bucaq AOC söykəndiyi qövsə nədir? Bərabərdir. Yəni, qövs nəyə bərabərdir? Deməli, biz sübut elədik ki, daxilə çəkilmiş bucaq söykəndiyi qövsün
ölçüsünün yarısına bərabər. Və ümid eləyək ki, bu nümunə sizə yadda qalacaq. Və ardından deyək ki, bizdə eyni qövsə söykənən daxilə çəkilmiş bucaqlar verilir. Bu bucaqda daxilə çəkilmiş bucaqlardır. Hər ikisi AC qövsünə söykənir. Onda tələbə deyər ki, Süleyman, bu alfa daxilə çəkilmiş bucağı AMC qövsünə söykənirsə, deməli alfa AMC-nin neydi? Yarısıdır. Beta da AMC-yə söykənir. O da AMC-nin yarısıdır. Bu da AMC-nin yarısıdır. Bu da AMC-nin yarısıdırsa, deməli bunlar bir-birinə nədir? Eyni qövsə söykənən daxilə çəkilmiş bucaqlar bir-birinə bərabərdir. Bu faktı unutmuruq. Aha. Və gəlin belə bir gedişə baxaq. Və artıq sizdən soruşum bunun cavabını. Alfa hara qövsə olsaydı? Bura qövsdür. Amma alfa bura söykənmir. Bax, alfanın bir ucu bu tərəfə gedir, bir ucu bu tərəfə gedir. Gedir AC-yə söykənir. Aha. İndi deyək ki, bizim bir diametrimiz var. AB diametrimiz var. Və diametrə söykənən daxilə çəkilmiş bucağımız var. Diametrə söykənən daxilə çəkilmiş bucağımız var. Mən bu bucaq haqqında fikirlərimizi bilmək istəyirəm ki, nəyə bərabərdir və niyə? Qövsün yarısı. Neçə dərəcədir? 90 dərəcə. Niyə? Çünki o onun yarısıdır, o da 180 dərəcə. Deməli, tələbəmiz deyir ki, Süleyman müəllim, çevrəmiz neçə dərəcədir? 360-dır. Diametr onu yarıya bölür. Deməli, bura neçədir? 180-dir. Bura 180-dir. Bu isə daxilə çəkilmiş bucaqdır. Daxilə çəkilmiş bucaq söykəndiyi qövsün yarısıdır. Deməli, bundan sonra həmişəlik əzbərdən bilirik ki, diametrə söykənən daxilə çəkilmiş bucaq 90 dərəcəyə bərabər. Və gəlin bunlara əsaslanan, bax, indiyənə qədər dediklərimizə əsaslanan və üçbucaqlar dərsinə əsaslanan bir sualı deyin. Online'da da baxanlar videonu dayandırar, fikirləşər, görər ki, ağılına gəlir, yoxsa yox. Gəlirsə əhsən, gəlmirsə də burada öyrənər. Belə bir A, B, bura bir Y, bura bir C, D, burada bir xətt çəkin. Deyilib ki, AY və AB bərabərdir. Bu çevrənin mərkəzidir. YB 12-dirsə, CD-ni tapın. Birbaşa OTK-ya düşə biləcək suallardan biridir. Aha, CD-ni tapın. Yəni, hazırlıqsız tələbə əlbəttə ki, bunu yaza bilməyəcək. Heç müəllim də yaza bilməyəcək, əgər hazırlığı yerində deyilsə. Amma indi gəlin biz yazaq, göstərək ki, nə etmək olar. Bizə deyiblər ki, AY və AB nədir? Bərabərdir, deməli. Bu deməli, bərabər yanlı üçbucaqdır. Onda bu YB tərəfi nədir bizdə? Yadında saxladım. İndi ikinci iş. Fikrən A-la D-ni birləşdirim. Sadəcə A-dan D-yə xətt çəkdim. Çəkdim. Deyərsən, nə olsun? 1. O olsun ki, buradakı bucaq 90 dərəcədir. Niyə? Çünki bərabər yanlı bucağa çəkilmiş. Diametrə söykənən, daxilə çəkilən bucaq 180-in yarısı 90-dır. İndi ikinci iş. Əgər bu 90 əmələ gətirdisə, bu nədir bu xətt? Verilən üçbucağı üçün, YAB üçbucağı üçün bu xətt hündürlüydür.
Biz də yadımızda saxlamışdıq, ümid eləyəm saxlamışdıq ki, bərabər yanlı üçbucaqda təpədən oturacağa çəkilən hündürlük həm mediandır, həm də tənböləndir. Mediandısa, YB neçə idi bizdə? 12. Deməli, bu nəyə bölüb? 6-ya. Mediandısa budur. Tənböləndirsə buradakı bucağı da nəyə bölüb? Yarıya bölüb. İndi fikir ver. Bura alfadır, burada alfadır. Onda bu CD2 qövsü var ha. O 2 alfalıq qövsdür. Hardan bilirəm? Daxilə çəkilən bucaq söykəndiyi qövsün. Burada alfadırsa bu qövsə nədir? 2 alfalıq qövsdür. Bunu da tapmışıq 6 da bu hissəni. İndi fikir ver. Bizə haran soruşurlar? CD-ni. Dərsin başlanğıcında belə bir qayda dedik. Dedik qövslər bərabərdirsə, vətərlər də, onlara söykənən vətərlər də bərabərdir. Bu 2 alfadır, bu 2 alfadırsa, bu 6-dırsa, bu da 6-dır. Və bunu bir dəfə işləyən adam ikinci dəfə artıq gözü yumlu görəcək ki, bu bunun neydi? Yarısıdır. Amma onu məşq eləmək lazımdır. Kimlər də videonu dayandırıb özü sərbəst düzəldə bildirsə, əhsən. Aha. Keçdik. Bəli. Açıq sual üçün. Bu sual onsuz da belə düşəndə açığa düşəcək. Qapalıya düşməyəcək. Və sən də bunların hamısını mən dediyim gedişlərini eləməlisən. Yazmalısan. Yəni sözlə də yaza bilərsən. Ya da şəkil üzərində nə edə bilərsən. Xətti çəkərsən, deyərsən bu hündürlüyüdür, mediandır, nədir? Tənböləndir. Cavabı 6 yazsan, qəşəng 0 yazacaq. Aha. İndi keçdik. Gördüyünüz kimi bir sıra faktı bildik. Növbəti fakt. Deyək ki, biz çevrənin daxilində hər hansı bir dördbucaqlı görürük. Və onun qarşı bucaqları cəminin 180 olduğuna əmin ola bilərik. Hardan əmin ola bilərik? Bir daha təkrarlayıram. Əgər bizdə daxildə dördbucaqlı varsa, bu ikisinin cəmi neçə verməlidir? 180. İndi biz buna hardan bilirik? Diametr deyil o. Bu diametr deyil o. Bu ortadan çəkəcək. Bu diametr, mərkəz burada olsun. Bu da burada. Bu diametr. Aha. Aha. Bura bettadırsa, bunun söykəndiyi iki qövs var. Bura daxilə çəkilmiş bucaqdır. Daxilə çəkilmiş bucaq qövsün yarısıdır. Onda bu qövs 2 bettadır. Bu alfa daxilə çəkilmiş bucaqdır. Bu alfadırsa, bu qövs. Biz də bilirik ki, bütün çevrə neçə dərəcə verməlidir? Onu da 2-yə böləcəm. Deməli, biz başa düşməliyik ki, dördbucaqlı varsa daxildə, onun cəminə verməlidir 180. Amma dördbucaqlının çevrənin daxilinə çəkilməlidir. Daha 4-ü də harada olmalıdır? Çevrənin üzərində. Təpə nöqtələr çevrənin üzərində olmalıdır. Yəni, bu məsələ ilə qarışdırmayın. Məsələn, belə bir sual verək, siz cavablandırın. Bura 110 dərəcədirsə, bura neçə dərəcədir? 200. Biabırçılıq. Tələbə, bu daxilə çəkilən deyil də, aydındır ki, daxilə çəkilsə 4 təpənin 4-ü də harada olardı? Çevrənin üzərində. Bu bucağa nə dedik biz? Mərkəzi bucaq. Biz bilirik ki, mərkəzi bucaq söykəndiyi qövsə nədir? Bərabər. Əgər bura 110-dursa, burada nədir? Çevrə neçə dərəcədir? 360-ın 110-u buradadırsa, burada nə qədərsi deyəm? Bu alfa dediyimiz bucaq
daxilə çəkilən bucaqdır. Daxilə çəkilən bucaq söykəndiyi qövsün yarısına bərabərdir. Bura 250-dirsə, bura 125-dir. Bura 125-dir. Videomuz kifayət qədər uzundur. Burada 1 dəqiqəyə, 2 dəqiqəyə bunlar öyrənilmir. Öyrənmək istəyirsənsə, nəticə göstərmək istəyirsənsə, Süleyman müəllim hər şeyi deyir. Nə xassə var, nə cür xassə var, isbatı ilə birlikdə. Sən nə etməlisən? Oturub bunun birinci konspektini tutmalısan, araşdırmalısan ki, nə deyilir mənə, niyə deyilir bu söz, bu sözün mənası nədir? Bunları araşdırıb əziyyət çəksən, alın tərin olsa, mən sənə qarantlayıram ki, çevrə dərsini səndən yaxşı bilən olmayacaq. Aha, bu hər kəsə aiddir da, yəni dağıdıcı biləcəksin. Bərabər bilən olacaq, amma yaxşı bilən olmayacaq. Aha. İndi biz yenə də bucaqlarla oynayırıq. Deyək ki, burada bir vətərimiz var. Hələ ki, vətərlərlə biz tanış oluruq. Burada da bir vətərimiz var. Gəlin, bu vətərlər bir K nöqtəsində kəsirsinlər. Buradakı bucaq alfa olsun. Fikir verirsinizsə, vətərlər arasında müəyyən bir alfa bucağı qalıb. Həmin alfa bucağı bu qövsdən, bu qövsün cəminin yarısıdır. Deməli, fikrimiz burada. Buradakı bucaq bu qövslə, bu qövsün cəminin yarısıdır. Mərkəz başqa yerdədir uşaqlar. Bu mərkəzi bucaq deyil. Bu daxilə çəkilmiş bucaq deyil. Amma mən bilirəm ki, bu ikisini, buradakı bucaq, məsələn, bura tutaq ki, 40 dərəcədir. Bura 80 dərəcədirsə, 40 ilə 80 toplayıram. 120 bölünəm 2-yə deyirəm, bura neçədir? 60. Bu hardan çıxır? Gəlin, mən bunu da çıxardım. Bu hardan çıxır? Uşaqlar, A-la D-ni nədir? Birləşdirdim. A-la D-ni birləşdirdim. İsbatını verirəm. Buradakı bucağa mən X deyim. Buradakı bucağa Y deyim. Nə bu bucağı bilirəm, nə bu bucağı bilirəm. Amma mən nəyi bilirəm? AKD3 bucağında alfa xaricə çəkilmiş bucaqdır. Daha sonra xaricə çəkilmişdir. Xarici bucaq. Xarici bucaq özünə qonşu olmayan alfa x-dan y-in cəmi. İndi diqqətli olaq. X özü daxilə çəkilmiş bucaqdır. Daxilə çəkilmiş bucaq söykəndiyi qövsün yarısına bərabərdir. Yəni buradakı x AMB-nin yarısıdır. Y-də SND-nin yarısıdır. Əgər biri AMB-nin yarısıdır, biri SND-nin yarısıdır, bu ikisini nə edirik? Alfa bu ikisinin cəmi deyil. 2 dənə yarımı toplamaq nə etmək deməkdir? Toplayıb 2-yə bölmək deməkdir. Məsələn, milyonçu verilişində belə bir sual düşmüşdü. Sualı həll eləyəndə sağ olsun, götürüb fikirləşirdi. Qayıdıram, baba, bir daha deyirəm. 2 yarını toplamaq üçün toplayıb yarıya bölmək daha rahatdır. Dedilər ki, 1-in yarısı, 3-ün yarısı, 5-in yarısı və 7-nin yarısını toplasan neçə eləyər? Tələbə götürüb 1-in yarısını fikirləşdi. Sonra götürdü 3-ün yarısını fikirləşdi. İmtahan qutardı. Topla. Bəs olanda. Düzdürmü? Bir var ki, hamısının yarısını tapasan, sonra toplayasan. Bir də var toplayasan, yarıya bölürsən, daha rahat. Belə bir sual milyonçu verilişində verilmişdi. Orada fikirləşirdi elə. Aha. Biz vətərlər arasında qalan bucaqdan danışdıq. İndi uşaqlar, belə bir xassəmiz var. Bu oxşarlıqdan çıxır, üç bucağın oxşarlığından çıxır. Mənim əvvəlki videolarımda kimsə baxsa bunun isbatını görər. Sizi yükləməmək üçün oxşarlıqla, oxşarlıq dərsi keçirməyib bizdə. Mən bunu isbatsız verim.
Vətərlər kəsişəndə hissələrə bölünürlər də, razısınızsa əgər. Yadda saxlamaq lazımdır ki, həmin hissələrin hasilləri bərabərdir. Bunun buna hasili, bunun buna hasilinə bərabərdir. Bir nümunəyə baxaq. Vətərlər kəsişəndə o hasillər bərabər olmalıdır uşaqlar. Nümunəmiz tutaq ki A, B, C, D, K. Deməli, bu verilib 5, bu verilib 6, bu verilib 3. Deyir DC-ni tap. Cavab 13. Baxırıq. Biz buranı bilmirik hələlik. Bura nə deyirik? Bunun buna hasili, bunun buna hasilidir. Yəni, adi tənasübə oxşar bir gedişdir. 5 vur 6 bərabərdir nəyə? 3 vur x-ə. X burada nəyə bərabərdir? Onu, amma bizdən nəyi soruşurlar? DC uşaqlar, buradan bura olan xətdir. Buradan bura 3'dür. Buradan bura nədir? 10'dur. Topladıq. 13. Topladıq. 13. Keçdik. Və bunları hamısını da birdən verməyimizin səbəbi də var əziz tələbələrim. Yəni, əfsuslar olsun ki, normalda hər bir anlayış, məsələn, bu anlayış, bir dərs bu anlayış keçilməli idi. İndi 45 dəqiqə ərzində əgər 1-45 dəqiqədən söhbət gedirsə. Növbəti 45-də keçilməli idi ki, məsələn, bu bucaqlar nədir? Bu ikisinin cəminin yarısıdır. Hər 45-ə biri düşməlidir və hər əslində də neynənməlidir? Buna aid nümunələr göstərilməlidir. Ancaq əfsuslar olsun ki, tədris proqramı çətindir, uşaq üçün çətindir. Bunların hamısını birdən neynirlərsə, yükləyirlər, sonra da deyirlər, öyrən. Mən bunu başa düşürəm, çətindir. Amma uşaq neynəməlidir? Əlindən gəlini edib bu sürətə çatmalıdır. Mən əminliklə bilirəm ki, uşaqların 99%, əgər onları dənə-dənə keçsən, çox rahatlıqla neynəyər? Öyrənər. Çox rahatlıqla öyrənər. Amma neynəyək? Proqrama birdən-birə bütün hamısını eyni vaxta salırlar. Mən də eyni vaxta deyə-deyə gedirəm. Aha. Keçdik. Deyək bir çevrəmiz var və hər hansı bir xəttimiz var. Əgər bu xətt çevrəni 2 nöqtədə kəsirsə, bu düz xəttə kəsən deyilir. Düz xəttə nə dedik? Kəsən. Bu kəsən üzərində çevrədən çöldə bir dənə nöqtə götürək. D nöqtəsi götürək. İstənilən nöqtə. Bax, bu D-dən B-yə qədər olan hissəyə kəsən parça deyirlər. Bura kəsən parçanın çevrə xaricində qalan hissəsi, kəsən parçanın çevrə xaricində qalan hissəsi, aydındır ki, burada nə deyəcəklər? Çevrə daxil. Aha, kəsən parçanın çevrə daxilində qalan hissəsi. Deməli, çevrə xaricində qalan hissə var, baxın. Kəsən özü bir düz xəttdir. Onun uzunluğu haqqında bir söz deyə bilmərəm. Hər iki tərəfə sonsuz neyinir? Uzanır. Kəsən parçanınsa neyi var? Uzunluğu var. Deməli, kəsən başqa şeydir. Kəsən parça başqa şeydir. Və kəsən parçada iki hissəyə bölünür, görünürsünüz. Çevrə xaricində qalan hissə və çevrə daxilində qalan hissə. Bu bizə indi birazdan lazım olacaq. Nəyə lazımdır? Bunu bilək. Yəni, bu sözün nəyə lazım olduğunu bilək. Əgər eyni nöqtədən iki kəsən çəksək, bu kəsənlər arasında birinci bir bucaq əmələ gələcək. Bayaq vətərlər arasında bucaqdan danışırdıq. İndi kəsənlər arasında. Yadda saxlayaq. Vətərlər arasında qalan bucaq ayrılan qövslərin cəminin yarısı idi. Kəsənlər arasında qalan bucaqsa fərqin yarısıdır. Buradakı bucaq bunu ilə bunun fərqinin yarısıdır. Bu ikisinin fərqinin
yarısıdır. Konspektində tutanda yenə diqqətli olun. Əziyyət çəkin və hər şey əla olacaq. Çünki bütün hər şeyi deyirik bir də deyirəm. İndi mənə sübut eləmək lazımdır ki, bu həqiqətən bu ikisinin fərqinin yarısıdır. Bu necə sübut eləmək olar? Fikir ver. L ilə S-ni neynirəm? Birləşdirirəm. Burada bir bucaq aldım. Bura bir x deyim. Burada bir bucaq aldım. Bura nə deyim? Y deyim. Fikir versəz, x, A, L, S üç bucağı üçün xarici bucaqdır. Xarici bucaq özünə qonşu olmayan iki daxili bucağın cəmidir. Onda alfa burada nəyə bərabərdir? X çıx y-ə. Bu x nədir? Bu x daxilə çəkilmiş bucaqdır. Daxilə çəkilmiş bucaq söykəndiyi qövsün ölçüsünün yarısıdır. Yəni x SND-nin yarısıdır. Y-də BML-in bu SND-nin yarısıdır, bu BML-in yarısıdır. Yarıları çıxmaq üçün elə çıx böl 2. Beyninin yenə də deyirəm, bunun həzm eləmək üçün vaxt lazımdır. Video deyək ki 2 saatdır. Sən aydındır ki, buna həzm eləmək üçün sənə bir 10 saat vaxt lazımdır. Video əgər 2 saatdırsa, nümunə üçün deyirəm. Ki 5-ə vur, avtomatik 5-ə vur. Bu 1 dəqiqəyə həzm olunmayacaq. Və kəsənlər üçün növbəti bir xassəni deyirəm. Kəsənlər üçün növbəti bir xassəni deyirəm. Deyək ki, uşaqlar, bizim kəsənlərimiz var və indi kəsəndən başqa kəsən parçalar üçün bir teorem deyəcəyik. Eyni nöqtədən çəkilən kəsən parçalar üçün teorem nədir? Kəsən parçanın çevrə xaricində qalan hissəsi vurulsun kəsən parçanın hamısı bərabərdir ki, çevrə xaricində qalan hissə vur kəsən parçanın hamısı. Buradan bura vur bu. Buradan bura vur bu. Gəlin bir nümunəmizi deyək. Bir nümunə deyək. Məsələn, bizə veriblər bura 4. Buranı veriblər 8. Buranı 3 veriblər, buranı x veriblər. Deyiblər x-i tap. Deyirsiniz 6. Gəlin baxaq. Qaydaya görə nə olmalıdır? Çevrə xaricində qalan hissə 4. Vur hamısı. Vur 12. Çevrə xaricində qalan hissə 3. Vur hamısı. 3 üstəgəl x. Bununla bu ixtisar getdi, burada nə qaldı? 3 üstəgəl x nəyə bərabər oldu? X nəyə bərabər oldu? 13-ə. Gördüyünüz kimi düz fikirləşmədiniz. Uşaqlar nə elədilər? Aman tanrım. 4-ü 8-ə vurub 3-ə böldülər. Nə elədilər? Bilinməyən yollar. Aha. Deməli, kəsənlər haqqında da fikrimizi dedik və davam edirik. Çevrə ilə ortaq nöqtəsinə çəkilən radiusa perpendikular olan xəttə toxunan deyilir. Deməli, bir daha təkrarlayıram. Çevrə ilə ortaq nöqtəsinə çəkilən radiusa perpendikular olan xəttə toxunan deyilir. Yəni, toxunanın əlaməti nədir? Radiusa perpendikular olmaq. Və buradan da nəticə olaraq çıxır ki, toxunanın çevrə ilə bir ortaq nöqtəsi var. Baxın, əfsuslar olsun ki, toxunanın tərifini hətta müəllimlərdən də soruşanda deyir ki, çevrə ilə bir ortaq nöqtəsi olan xəttə toxunan deyilir. Bu toxunanın xassəsidir, tərifi deyil. Toxunanın tərifi nədir? Çevrə ilə ortaq nöqtəsinə çəkilən radiusa perpendikular olan xəttə toxunan deyilir. Ağır bir tərifdir. Buradan nəticə çıxır ki, toxunanın çevrə ilə yalnız bir ortaq nöqtəsi olar. Bu nəticə hardan çıxır? Mən toxunanın tərifini bildim. Deyirəm ki, Süleyman, bəlkə bu toxunan elə gedib ki, neçə dənə ortaq nöqtəsi olub? 2 dənəsi olub, hə? 2 dənəsi olub. Yəni, kəsən kimi gedib. Amma biz toxunanın tərifi nə dedik?
Dedi ki, radiusda neçə dərəcəlik buzağı əmələ gətirməlidir? 90. Əgər mən buradan bir radius çəksəm, geriyə bura neçə olar? 90. Burada bir radius çəksəm, geriyə burada nə olar? İkisi 90 olsa bu üç buzağın axı üç buzağın cəmi neçə verməli idi? 180 verməlidir. Deməli, belə bir şey olar. Yəni, radius 90 əmələ gətirirsə, mütləq bir dənə olmalıdır. İkincisi ola bilməz. Aha. Bu faktı ümid eləyək ki, bildik. İndi, bu faktı biləndən sonra növbəti addımımız toxunan parça anlayışıdır. Toxunan üzərində bir müəyyən bir nə götür? A nöqtəsi götür. Burada bir B nöqtəsidir. Toxunma nöqtəsinə B'dir. Bu hissəyə nə deyəcəyik? Toxunan parça. Diqqətli olaq uşaqlar. Toxunan özü düz xətdir. Toxunan parça isə nəyi var onun? Bir başlanğıcı və sonu var. Fakt. Fakt. Eyni nöqtədən çəkilən toxunan parçalar bir-birinə bərabərdir. Eyni nöqtədən çəkilən toxunan parçalar bir-birinə bərabərdir. İndi mən bunu ispat edeyim ki, bu belədir. Niyə belədir? Bunun üçün bizdə burada bir çevrənin neyi var? Mərkəzi var. Mən bir çevrənin mərkəzindən və A-dan keçən bir xətt çəkirəm. Çəkdim bu xətti. Başa düşürəm ki, buradan bura xətt çəksəm bu nədir? Radiusdur və buna nədir? Perpendikulardır. Buradan xətt çəksəm bu da nədir? Radiusdur, buna perpendikulardır. İndi əksər tələbələr bizim dərsimizdə idi, bu sözü deyəndə, bucaq tənböləninin xassəsi demişdim. Kimisə yadındadır mı bucaq tənböləninin xassəsi? Aha, möhtəşəm, heç mi yanında deyil. Demişdik ki, bucaq tənböləni üzərində götürülən nöqtədən bucağın tərəflərinə qədər məsafələr bərabərdir və bunu ispat eləmişdik. Bir daha təkrarlayıram. Bucaq tənböləni üzərində götürülən nöqtədən bucağın tərəflərinə qədər məsafələr bərabərdir. Bu bucaq tənböləninin nəyi idi? Xassəsi idi. İndi gözümüzü açsaq, AO xətti üzərində götürülən O nöqtəsindən bucağın tərəflərinə qədər məsafələr nədir? Bərabərdir. Onda bu söhbət nədən gedir? Bu xətt nə xəttidir? Tənbölənin xassəsini ödədiyinə görə bu xətt tənböləndir. Deməli, biz birinci möcüzəmizi gördük. Birinci möcüzə nədir? Toxunanların arasında qalan bucağın tənböləni hardan keçir? Çevrənin mərkəzindən keçir. Aha! Bunu biləndən sonra indi bu xəttlərin bərabərliyini necə görəcəm? Bu 90'dır, bura alfadırsa, bura nədir? 90 çıx alfadır. Bura 90'dır, bura alfadırsa, bura nədir? 90 çıx alfa. Bir üç bucağın bir tərəfi və ona bitişik iki bucaq. O bir üç bucağın bir tərəfi və ona bitişik iki bucağa bərabərdirsə, bu üç bucaqlar kongruentdir. Kongruentdirsə, uyğun tərəflər nə olmalıdır? Bərabər. Deməli, burada 90 çıx alfanın qarşısında AB var. Burada 90 çıx alfanın qarşısında AC var. Deməli, bunlar bir-birinə nədir? Eyni nöqtədən çəkilən toxunanlar, bir daha təkrarlayıram, bərabərdir. Buna aid nə düşə bilər imtihana? Çox rahatlıqla sizin üçün belə bir sual düşər. 2 dənə çevrə çəkər. Bura bir A yazar. Bura bir B yazar. Bura bir C yazar. Burada ortaq toxunma nöqtəsinə K çəkər. Deyər SK 6'dırsa AB neçədir? Buyurun. SK 6'dırsa AB neçədir? Fikirlər? Niyə? Yarı olur. Ay tələbə. Biz nə dedik? Dedik, eyni nöqtədən çəkilən toxunan parçalar bir-birinə nədir? Bu S nöqtəsindən bura çəkilən SB toxunan parçası, bura SK toxunan parçası. Bunlar bir-birinə nə olmalıdır? İşdə də X deyək. X deyəndə ki, SK neçə idi bizdə? 6 idi, bura nədir? Bu çevrədə də SA və SK eyni nöqtədə çəkilən nələrdir? Toxunanlardır.
Bu da 6-dırsa, deməli burada 6-dır. Deməli onda AB neçədir? 12-dir. Razı mı? Deməli AB 12-dir. Yenə diqqətli oluruq. Öyrənməyə çalışırıq. Növbəti. Növbəti. Deyək ki, bizdə eyni nöqtədən toxunanlar çəkilib. Toxunanlar arasında müəyyən bir alfa bucağı var. Bu toxunanlar 2 dənə qövs ayırıb da. Bir minor qövs ayırıb. Bir major qövs ayırıb. Yadda saxla. Toxunanlar arasında qalan bucaqla minor qövsün bucağı ölçüləri cəmi 180-dir. Bunu ilə bunun cəmi 180-dir. Bunu ilansa bunun fərqi 180-dir. Bu da fərqi 180-dir. Birinin cəmi 180-dir, birinin fərqi 180-dir. Bu faktı da dedik. Və buna aid nə cür sual düşə bilər? Məsələn, görə bilərsiniz ki, üçbucaq daxilində bir çevrə var. Buranı veriblər 40 dərəcə. Buranı veriblər 60 dərəcə. AMC qövsünü istəyirlər. Tələbə deyəcək ki, Süleyman, bura 40, bura 60-dırsa, üçbucağın daxili bucaqlarının cəmi neçə verməli idi? 180. Deməli, bura neçədir? Bu xətt toxunandır, bu xətt toxunandır. Toxunanlar arasında qalan bucaqla qövsün cəmi 180 verməli. Deməli, bura neçə dərəcədir? 100. Razı mı? Keçdik növbəti. Keçdik növbətiyə. Deməli, çevrədə bir toxunan çəkmişik. Toxunan parçamız var. Kəsən parçamız var. Toxunan parçanın kvadratı, kəsən parçanın çevrə xaricində qalan hissəsi vurulsun kəsən parçanın hamısıdır. Məsələn, bir nümunə deyək. Bura olsun 6, bura olsun 3, bura olsun x. Deyirəm x-i tap. Sən də deyirsən ki, 6-nın kvadratı bərabərdir. 3 vur. Hamısı. Onda 3 üstəgəl x bərabərdir. 36-nı 3-ə bölürsən. 12. Deməli, x-ə 9-dur. Amma düsturu bilmək lazımdır, onu tədbiq eləmək üçün. Düsturu bilmək lazım. Yaxşı. Növbəti. Deyək ki, bizim bir toxunanımız var, bir də vətərimiz var. Toxunanla vətər arasında müəyyən bir nə qalır? Bucaq qalır. Yadda saxlamaq lazımdır ki, bu bucaq vətərin ayırdığı qövsün, bucaq tərəfdən ayırdığı qövsün ölçüsünün yarısıdır. Daxilə çəkilmiş bucaq kimi. Yəni, mən bura bir dənə daxilə çəkilmiş bucaq da çəksəm, bu da elə alfadır. Daxilə çəkilmiş bunun nə idi? Yarısı. Toxunanla vətər arasında qalan bucaq da bunun yarısıdır. Uşaqlar, son anlayışlarımızı deyək. Əslində anlayış çoxdur. Ancaq 9-cu sinif həcmi üçün tamamilə kifayət. Çevrə daxilinə və xaricinə çəkilən çevrələrdə biz radiusdan danışacağıq. Radiusdan. Daha sonra çevrə deyək, üçbucağın daxilinə və xaricinə çəkilən. Bax, deyək ki,
Bizim üçbucağımızın xaricində çevrə var. Buna tərəfləri deyək ABC-dir. Bunun radiusu nətər tapacaq? Yadda saxla. Radiusu tapmaq üçün ABC böl 4S düsturundan istifadə etmək olar. ABC böl 4S. S nədir burada? Üçbucağın sahəsi. Kimsə bilmirsə üçbucağın sahəsi necə tapılır? Nədən istifadə etmək olar? Heron düsturundan. Gəlin biz o düsturu yadımıza salaq. Heron düsturu necə idi? P vur P çıx A, P çıx B. Nümunə göstərmək olarsa göstərərik. Burada P nədir? Yarım perimetrdir. Və fikir verin, çevrə üçbucağın xaricindədir. Üçbucaq da çevrənin daxilindədir. Böyük R xaricə çəkilən çevrənin radiusunu tapmaq üçündür. Yarım perimetrdir. Yarım perimetri kim bilmirsə deyim. Tərəfləri toplayıb neyinirsən? İndi əgər daxilə çəkilsə, onda nə baş verəcək uşaqlar? Daxilə çəkilsə nə baş verəcək? Yəni bizim üçbucağımızın daxilində müəyyən bir çevrə var və bu çevrənin də radiusunu istəyirəm. Radius 2S böl P ya da S böl P'dir. Deyərsə, mən burada 2 necə getdi ki? Buradakı P perimetrdir. Burada yarım perimetrdir. Və fikirlər burada. Bir anlayışda deyirik. Sonra nümunəmizi deyəcək. Videonu dayandırıb, amma nümunə deyəcəm. Əgər söhbət düzbucaqlı üçbucaqdan getsə, deyək ki, bizim bir düzbucaqlı üçbucağımız var. Onun daxilinə çevrə çəkilibsə, bu katetdir, bu hipotenuzdur. Burada R'dir. R A üstə gəl B çıx C bölü 2 ilə tapılır. Əgər düzbucaqlı üçbucağın buradan balaca çəkirəm, xaricinə çevrə çəkilibsə, xaricə çəkilən çevrənin mərkəzi hipotenuzun düz ortasındadır və R hipotenuzun xaricə çəkilən hipotenuzun yarısıdır. Daxilə çəkilən katetlərin cəmi çıx hipotenuz Mahmudova bölü 2-dir. Gəlin nümunə verək, görək uşaqlarımız tapa bilirmi? Məsələn, bir dənə üçbucaq verilib, burası 10'dur, burası 10'dur, burası 12'dir. Onun daxilinə çəkilən çevrənin radiusu nəyə bərabərdir? Videonu dayandıraq, uşaqlar tapanlar kommentdə bildirsin, indi axıracan baxımsa. Qalanları mən indi yoxlayıram. Dayandır.